Menopauza ardıcıl 12 ay aybaşı olmayan xəstədə yumurtalıq funksiyasının sona çatmasıdır. Adətən 45-55 yaş arasında müşahidə olunur. Bu, yalnız fertilitenin sonu deyil. Bu, estrogen səviyyəsinin kəskin düşməsi ilə başlayan yeni onkoloji və metabolik risklər dövrüdür. Estrogen çatışmazlığı, sümük kütləsinin itirilməsi, ürək-damar riskinin artması və urogenital dəyişikliklərlə əlaqələndirilir. Bu, sadəcə klimaks deyil. Bu, uzun müddətli nəzarət tələb edən onkoloji bir pəncərədir. Orqanizmdə nə baş verir? Menopauza ilə estrogen və progesteron azalır. Bu hormonal dəyişikliklər klinik olaraq özünü belə göstərə bilər. İsti basmalar və gecə tərləmələri, yuxu pozğunluğu, emosional labillik, vaginal quruluq, disparuniya, sidik yolları infeksiyalarının və tez-tez sidiyə getmə ehtiyacının artması, dərinin elastikliyinin itirilməsi və saç tökülməsi, sürətli sümük itkiləri. Qadının həyat boyu sümük kütləsinin təxminən yarısı məhz menopauza transiziyasında itirilə bilər. Onkoloji baxışdan vacib məqam. Estrogen yalnız komfort hormonu deyil, o, sümük, damar endotel və urogenital epiteli qoruyurdu. Bu qoruyucu effekt itəndə xəstə ani yaşlanma sürətlənməsi yaşayır və bu çox vaxt panikaya səbəb olur. Risklər: osteoporoz və sınıqlar, ürək-damar riski, urogenital atrofiya, psixoloji və koqnitiv dəyişikliklər, yuxusuzluq, depressiv əhval, konsentrasiyanın zəifləməsi, 65 yaşdan yuxarı xəstələrdə bəzi hormon strategiyaları ilə demensiya riskinin artması müşahidə oluna bilir. Xərçənglə bağlı suallar: hormon terapiyası, bəli, yoxsa yox? Menopauzal hormonal terapiyası, sistemik estrogen və progestin, klassik olaraq isti basmalar, gecə tərləmələri və osteoporozun qarşısı almaq üçün istifadə olunur. Amma risklər var və hər xəstə bunu bilməlidir. Endometrium tək estrogen verilməsi uşaqlığı saxlanılmış qadınlarda endometrium xərçəngi riskini artırır. Buna görə biz hər zaman progestin əlavə edirik ki, endometrium qorunsun. Süd vəzi uzunmüddətli kombinə estrogen və progesteron istifadəsi süd vəzi xərçəngi riskini yüksəldə bilər. Bu artmış risk terapiya dayandırıldıqdan sonra belə müəyyən müddət davam edə bilər. Böyük populyasiya işlərində bu əlaqə təsdiqlənmişdir. Yumurtalıq uzun müddətli hormon terapiya fonunda yumurtalıq xərçəngi riskində kiçik, amma statistiki əhəmiyyətli artım bildirilir. Bu, avtomatik hormonu qadağan et demək deyil. Onkoloji cəmiyyətlərin son mövqelərinə görə bir çox xəstələrdə, xüsusən erkən mərhələ endometrium xərçəngi, serviks xərçəngi və epitelial yumurtalıq xərçəngi sağ qalmış qadınlarda düzgün seçilmiş və nəzarətli hormon terapiyası həyat keyfiyyətini yaxşılaşdırır və ümumi sağqalımı pisləşdirdiyinə dair sübut yoxdur. Yəni, onkoloji keçmiş absolut əks göstəriş deyil. Amma süd vəzi xərçəngi keçmiş olan pasientlərdə sistemik estrogen çox zaman məsləhət görülmür, çünki residiv riskin artması barədə narahatlıq qalır. Onkoginekoloqun mesajı klinisistlərə: risk stratifikasiyasını təyin edin, ailəvi süd vəzi yumurtalıq xərçəngi anamnezi, yüksək bədən çəkisi, hipertenziya, siqaret, hiperlipidemiya, sümük sıxlığı, lipid profili və mammoloji tarixi yoxlayın. Pasiyenti maarifləndirmək. Qadın bilməlidir ki, qanaxma postmenopauzal dövrdə normal deyil. Postmenopauzal uterin qanaxma həmişə endometrium qiymətləndirilməsi tələb edir. Bu, xərçəngin ilk siqnalı ola bilər, xüsusən də tək estrogen terapiyası fonunda. İndividual terapiyanı seçmək çox önəmlidir. Yalnız lokal estrogen atrofiyanın qarşısını almaq üçün istifadə olunur. Sistemik yük minimaldır, çox zaman süd vəziyə təsiri az sayılır. Hətta bəzi süd vəzi xərçəngindən sağ qalmış qadınlarda ehtiyatla istifadə oluna bilər. Sistemik hormon terapiyası ən aşağı effektiv doza, ən qısa müddət erkən menopauza pəncərəsindən daha təhlükəsiz ola bilər. Menopauza xəstəlik deyil. Amma nəzarətsiz menopauza riskdir. Bizim məqsəd qadının həyat keyfiyyətini qorumaq, xərçəngdən qorxutmadan, amma xərçəngi unutmadan.